Son mesajlar Vlogger Bahsi videosunun 4. bölümünden karşınızdayım. Bir aydır video gelmirdi. Kanala abone olmağı, videolar katmağı unutmayın. Video önerilsin. Geçək videoya. Bu videoda iki kanalı puanlayacağıq və sonda qalibin kim olduğunu deyəcəyik. Slen və Rezes kanallarını incələyəcəyik. Haydi başlayaq. Bu kanalda indidən deyim ki, yəni kanalları necə plan deyim, sonra niyə belə oldu deməyin. Son 5 video baxışları, video mövzuları, kanal açıqlaması, kanal aktivliyi, profil və ümumi auranı incələyəcəyik. Və ən sonunda bu battlın qalibi kimdir sualına cavab tapacağıq. İlk olaraq Silenin kanalından başlayaq. Silen kanalında ilk diqqət çəkən şey nədir? Bilirsiniz, riskli mövzular. Son 5 videoya baxanda bunu açıq görürük. Bütün Azərbaycanı aldıdan YouTuber, Suriyanı bombalayan internet saytı, mən tanrıyam tipli sirli mövzu və digər araşdırma videoları. Burada bir şey çox aydındır. Silen viral vurmağı bacarır. Yəni bir video partlayır, digərləri isə normal gedir. Bu yaxşıdırmı? Bəli, amma risklidir. Çünki belə kanallarda ya 100 min gəlir ya da 1 min. Silen kanalının açıqlaması çox maraqlıdır. Bu kanalı izləməyi psixologiyanı poza bilər. Bu cümlə təsadüfi deyil. Bu bir marketing cümləsidir. Yəni deyir ki, girdinsə qəribə şeylər görəcəksən. Bu isə diqqət çəkicidir və insanların kanala daha da gəlməsini və videoların izlənməsini sağlayır. Profil şəkili, banner, ümumi aura hamısı qaranlıq, sirli və maraq doğuran tərzdədir. Üstəlik Instagram və Discord linkləri də var. Bu da onu göstərir ki, Silen auditoriya yığmaq istəyir və sadəcə video atıb qaçmır. İndi isə Rezesin kanalına keçək və sonda qalibin kim olduğunu görün. Rezesdə isə vəziyyət tamamilə fərqlidir. Son videolar YouTuberlər test çözüyor videosudur. 14.000 baxış. Niyə gülə bilmirik? 6.000. Sual cavab 3.000. Kitab sataraq pul qazandım 3.000. Geri qayıdış videosu 1.000. Burada bir şey hiss olunur. Stabillik. Rezes video 200 baxış almır. Video 100.000 də partlamır. Rezes özünə auditoriya yığıb. 1000, 3000, 4000, 5000, 6000'e qədər izlənən videolar var. Amma hər videoda öz baxışını alır. Bu YouTube üçün çox önəmlidir. Çünki algoritm stabilliyi sevir. Rezesin kanal açıqlaması belədir. Bir şövalye deyəsən. Bu çox sadə və səmimi bir cümlədir. Burada qorxutmaq yox, yaxınlıq var. Profil səliqəli, tanınan və Discord da aktivdir. Onu deyim ki, Rezes çoxdan da video atmır. Yəni bir ay yaxındır ki, video atmır. Bu onun xeyrinə işləməyəcək. Bu onun əleyhinədir. İndi ən önəmli hissəyə gelirik. Aktivlik. Bayaqlarda bəhs elədim. İndi isə tam faktlarla aktivliyə keçək. Videolar aralıqları bəzən açılır Silendə. Amma mövzu düşəndə güclü vurur. Rezes isə daha müntəzəm, uzun fasilələrlə azdır. Kanal ölü görünmür. Ancaq son anlarda, son bir aydır ki, demək olar ki, bir video belə yoxdur. Bu çox önəmlidir. Çünki izləyici belə kanallarda qalmır. Silenin viral potensialı 10 üzərindən 9'dur. Mövzu cəsarəti 10 üzərindən 9'dur. Stabillik 10 üzərindən 7'dir. Ümumilikdə isə 30 üzərindən 25 puan alır. Rezes davamlılıq 10 üzərindən 5'dir. Auditoriya əlaqəsi 10 üzərindən 8'dir. Ümumi balans 10 üzərindən 9'dur. Ümumi isə 30 üzərindən 24'dür. Bu faiz olaraq hesablanır. Yəni təxmini faiz olaraq. İndi isə səmimi danışaq. Əgər sual belədirsə, kim video ilə partlaya bilər? Cavab Silendir. Amma əgər sual belədirsə, kim YouTube'da daha uzun müddət qala bilər? Bu Rezes indi video atsaydı, cavab Rezes olacaqdı. Amma indi bunun da cavabı Silendir. Və bu Vlogger Battle'ın 4'ün qalibi çox az fərqlə Silen olacaq. Amma bu o demək deyil ki, Rezes duzdur. Əksinə, Rezes düzgün davam etsə, növbəti battle'da hər kəsə keçə bilər. Amma növbəti battle gəlsə, bu sizə bağlıdır. Əgər bu videomu bəyəndirsə, like atın, şərhlərə yazın. Silen yoxsa Rezes. Vlogger Battle 5 gəlsinmi? Yorumlara bunu da yazmağı unutmayın. İzlədiyiniz üçün çox sağ olun. Yenə də deyirəm, video önerilməsi bərbad durumdadır. Bir yorum yazın, bəyən yazın və dostlarınızla videonu paylaşsanız çox sevinərəm. Videonun hər şeyə gəlməsi üçün özümə təşəkkür edirəm. Video hardasa bir 10 denəməsi var. Həqiqətən çox çətin oldu. Dilimə dolaşır videonu çəkəndə. Və bu ilk belə videom oldu mənim. Yəni 10 dəfə denəmə elədim. Sağ olun, növbəti videoda görüşərik.